Axırda cırtdandan soruşdular. Ay cırtdan, itürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə? Ana, Hacan, mən aldan gəlmişəm. sən papaqdan çıxmısan. Bayramda atayla papaq atmağa getmişdik. Əvvəlcə ata papaq atdı. Amma qapını açan olmadı. Sonra papağı mən atdım. Bu dəfə də açan olmadı. Sonra bir yerdə Leylək doktorun qapısını döydük. Elə təzəcə gizlənmişdik ki, qapı açıldı. Hə, Leylək doktor papağı qapının ağzına qoyanda içində sən var idin. Sonra səni götürüb evə gəldik. Leyləklər hələ də var. Övlad sahibi olmaq arzusundasınızsa bizə müraciət edin. Reproduktiv Sağlamlıq Mərkəzi.